Həyat yoldaşının qürurunu ailədə ucaltmaq xanımın ən ümdə vəzifələrindən biridir. Hədisdə var, kişi evə daxil olsa qadın getsin, işini qoysun, onu qarşılasın, gülər üzlə, onun ehtiramını saxlasın ki, uşaqların gözü qarşısında baş versin bu. Bax, bu meçidin bu sütunlarını laxlatson nə olar? Allah eləməsin, meçid uçar. Ailənin sütunundan xəbər verim sizə. Ailənin sütunu qadının həyat yoldaşının qürurunu, ehtiramını saxlamasıdır. Bax, bu ailənin təməlidir. Vay o gündən ana uşağın yanında ataya hörmətsizlik elədi. Vay o gündən. Elə zərbə vurur uşaqlara. O ailə batdı demirəm. Allah inayət eləsin, batmasın, amma təxminən buna yaxın bir haldır ki, ana uşağın yanında ataya qayıtsın, ağır söz desin. Ana atanın hörmətini saxlasa ailədə, atanın bir işarəsi ilə uşaq onun ehtiramına görə atanın istədiyini eləyər. Bir işarəsi ilə söz deməyə ehtiyac olmaz. Ata ana namaz da qılsa, ana hicab da geyinsə, məşədə də getsə, Kərbəlaya da getsə, dua məclislərinə, əzadarlığa da getsə, amma ata, ana ataya qarşı uşaqların yanında hörmətsizlik eləsə, uşağın dinindən uzaq olması 90%. Fərq yoxdur, ana hicab geyinsə.